Salam, hər vaxtınız xeyir, əziz üçüncülər, valideynlər və müəllimlər. Hər birinizi xoş gördüm. Bugün sizlərə təqdim edəcəyim video isə 3-cü siniflərin 3 rəqəmli ədədlərin toplanması, yeni yüzlüyün yaranması mövzusu ilə bağlı olacaq. Dərslik çox da çətin olmadığına görə orta səviyyədən başlamaq istədim, yəni iş dəftərindən. İş dəftərindən səhifə 21-dən başlaya bilərsiniz. Digərləri asan olduğuna görə ehtiyac görmədim. Ona görə yeni yüzlüyün yaranması nisbətən bəlkə də sizlərə çətin olacağına görə buradan başlamaq istədim. Daha sonra isə daha sonraki izahlarımızda isə müəyyən vəsaitlərdən də test tapşırıqları ilə sizi tanış edəcəm. İndi isə gəlin başlayaq yeni yüzlüyün yaranması, 3 rəqəmli ədədlərin toplanması ilə. Birinci sualda bizə deyir ki, cəmi tap. Sadəcə cəmi tapırıq. 7-nin üzərinə 2 gəlsə, eləyir 9. 9-un üzərinə 8 gəlsə, eləyər 17. 7 yazırıq. Bir yadda, xana da yazıblar bizim üçün. 1 üstə 4, 5, o da 1, 6. Deməli, cavab 6, 7, 9 olacaq. 0-ın üzərinə 3 gəlirik, 3. 5-in üzərinə 5 gəlirik, 10. 0 yazırıq, bir yadda. 1-in üzərinə 2 gəlirik, 3. 303 eləmiş oldu. 0-ın üzərinə 0 gəlirik, 0. 4-ün üzərinə 8 gəlirik, 12. 2 yazırıq, bir yadda. 1-in üzərinə 3 gəlirik, eləyir 4. 420 eləmiş olacaq. 2 üstə gəl 2, 4. 6-nın üzərinə 4 gəlsə, eləyər 10. 0 yazırıq, bir yadda. 1-in üzərinə də 5 gəlsə, eləyir 6. Cavab 604. 3-ün üzərinə 4 gəlirik, eləyir 7. 2-nin üzərinə 9 gəlirik, eləyir 11. 1 yazırıq, bir yadda. 2-nin üzərinə 1 gəlirik, 3. O da 1, 4. 417 eləmiş olacaq. 3-ün üzərinə 5 gəlirik, 8. 6-nın üzərinə 8 gəlirik, eləyir 14. 4 yazırıq, bir yadda. 1 üstə 1, 2. O da 6, eləyir 8. 848 cavabımız olmuş olacaq. 0-ın üzərinə 6 gəlirik, 6. 7-nin üzərinə 5 gəlirik, 12. 2 yazırıq, bir yadda. 1 üstə 1, 2. O da 6, eləyir 8. 826 eləmiş olacaq. Daha sonra 6 üzərinə 0 gəlirik, 6. 8-in üzərinə 3 gəlirik, eləyir 11. 1 yazırıq, bir yadda. 1-in üstünə 2 gəlsək, eləyir 3. 3 üstə 5, 8. Cavab 816. 8-in üzərinə 0 gəlirik, 8. 5-in üzərinə 8 gəlirik, eləyir 13. 3 yazırıq, bir yadda. 3 dənə 1 var, deməli 3 eləmiş olacaq. Burada da 0, 0, bir yadda. Bu da eləyir 7. Cavab 700 eləmiş olacaq. 1-in üzərinə 2 gəlirik, 3. 4-ün üzərinə 9 gəlirik, 13, bir yadda. 1 üstə 3 eləyir 4, 4 üstə gəl 4 eləyir 8. Daha sonra 2 üstə 0 gəlsək 2, 7 üstə 6, 13, 3 yazırıq, bir yadda. 1 üstə 4, 5, o da 2, 7. 732 eləmiş olacaq. 6 üstə 2, 8. 8 üstə 3, 11, bir yadda. 1 üstə gəl 1, eləyir 2, o da 5, eləyir 7. Daha sonra 3-ün üstünə 2 gəlsək 5. 8 üstə 9, 17, bir yadda. Bu da eləyir 9. Uşaqlar, digər cərgəni sizə saxlayıram. Bunu özünüz eləyərsiniz. Keçək digərinə. Deyir, ən böyük ikinci tapşırıqdan söhbət gedir. Üzr istəyirəm. Ən böyük və ən kiçik ədədləri seç. Onların cəmini tap. Yaxşı. Ən böyüylə ən kiçiyini seçək. Görün, bunu balacalaşdıra bilirəm. Yox. Ən böyüyü və ən kiçik. Yaxşı, burada ən böyük hansıdır? 390. Düzdür? 390. Ən kiçiyi hansıdır? 139. 139. Bunların cəmini istəyir bizdən. 9, 11, daha doğrusu 12, bir yadda. Bu da eləyir 5. 529 eləmiş olacaq. Keçək digərinə. Burada da ən böyüyü 524-dür. 524. Üzərinə gələk ən kiçiyi hansıdır? 285. 285. Bunların bizdən cəmini istəyir. 4 üstə gəl 5, 9.
2 üstə gəl 8, 10, 0 yazırıq 1 yadda. 1 üstə 5, 6, o da 2, 8. 809 eləmiş olacaq. Keçək digərinə. Burada ən böyüyü 475'dir. Ən kiçiyi isə 342. Toplayaq. 2 üstə 5 üstə 2 7. 7 üstə 4 11. 1 yazırıq 1 yadda. 4 üstə 3 7, o da 1 8. Cavab 817 eləmiş olacaq. Keçirik digərinə. Ən böyüyü 620'dir burada. 620. Ən kiçiyi isə 293. 293. Toplayaq. 0'ın üzərinə 3 gəlirik 3. 2'nin üstünə 9 gəlirik 11. 1 yadda. Daha sonra 6 üstə 2 8, o da 1 9. 913 eləmiş olacaq. İndi burada nə deyir? 3-cü tapşırıqda. Deyir misalları həll et. Toplama əməlinin cavabı yanındakı hərflə işarələnib. Cədvəldə hər ədədin altına uyğun hərfi yazmaqla söz birləşməsini tap yaxşı. İlk öncə 345'in üzərinə gələk. 571'i. 5'in üzərinə 1 gəlsək 6. 4'ün üzərinə 7 gəlsək 11 1 yadda. 5 üstə 3 8, o da 1 9. Deməli 916. 916 A. Deməli burada A eləmiş olacaq. Harda yazım? Bu A yadda saxlayaram yaxşı. İkincidə 273 üzərinə gələk 181. 4 daha sonra 5 1 yadda. Bu deyiləcək 5. 554. 554 harda var? Ya mən səhv hesabladım. 3 1 4. 454. 454 də V-dır. Bu V idi, bu A idi. İndi mən bunu necə silim ki? Bir saniyə mən tapım, gəlirəm. Aha, üçüncü V burada oldu. Daha sonra 482 üzərinə gələk 354. Deməli, burada deyilir 6, 3, 1 yadda, bu da 8. 836. Deməli, bu da N hərfi olacaq. Daha sonra mən burada hesablayayım ki, hərflər silinməsin hər dəqiqə. 568 üzərinə gələr 141. 8 üstə 1 9, 6 üstə 4 10. 0 yazırıq 1 yadda. Bu deyilir 7. 709 harda var? 709'da E hərfi olacaq. Daha sonra olacaq 836 N, burada da N'dır. 916'dır, burada da A'dır. Daha sonra digərini də tapaq. 383 üzərinə gələk 264'dür. 7 4 1 yadda. 4, o da 2 6. 647 görək harda var? Bu da T hərfi olacaq. T hərfi. 709 başqa harda var? Ə. Aha. Deməli, nə oldu söz birləşməmiz? Ana, vətən. Bu formada olmuş olacaq. Yəqin ki, başa düşdünüz. Daha sonra deyir, ədədləri topla və cavabı boş xanalara yaz. Yaxşı. Deməli, 200, üzr istəyirəm. Niyə yazmadı? Aha. 261 üzərinə gələk 192'ni. 3, 5, 1 yadda avtomatik eləyirəm, tez-tez eləyirəm ki, vaxtınız çox getməsin və yaxud da izaha baxanda çox yorulmayasınız. 1 üstə 2 3, o da 1 4. 453. Bura getdi 453. Daha sonra digərini toplayaq. 180 üzərinə gələk 284. 4 6 bir yadda qalmışdı. Bu da 4. 464. 464. İndi bu ikisini toplayacağıq. Baxaq. 500 453 üzərinə gələk 464. 464. Baxaq görə 7, 1, 1 yadda 9. 917. Deməli burada 917 eləmiş olacaq. Ümidvaram ki, başa düşmüsünüz. İndi gəlin digərinə keçək. Pozulmuş rəqəmləri bərpa et. Aha, sizdə dərslikdə çox vaxt xanalarla verilib. Burada isə başqa işarə ilə verilib.
0-ın üzərinə 4 gəlsə 4. 5-in üzərinə 7 gəlsək 12 bir yadda qalmışdı. Yaxşı. 2-nin üstünə 3-ün üstünə 2 gəlsə 5, o da 1 6. Deməli burada pozulmuş rəqəm 6-dır. 1-in üzərinə 4 gəlsə eləyər 5. Daha sonra 8-in üzərinə neçə gəlsək 11 eləyər. Çünki biri bir yadda qalmalıdır. Ay sağ ol. Deməli burada 3-dür. 3-ün üzərinə 8-in üzərinə 3 gəlsə 11. 1 yazırıq, 1 yadda. 3-ün üzərinə 1 gəlsək 4, o da 1 5. Yəni bu xananın içində 3-dür. 5-in üzərinə 2 gəlsək 7. 8-in üzərinə neçə gəlsə 12 eləyər. 8-in üzərinə deməli 4 gəlsək 12 eləmiş olacaq. 2 yazırıq 1 yadda. 1 üstə 4 eləyir. 1 üstə 3 eləyir 4. Sonra 4 üstə 4 8. Bu xanada 8. Daha sonra 3-ün üzərinə neçə gəlsək 12 eləyər. Deməli burada olmuş olacaq 9. 9 üstə 3 eləyir 12. 1 yadda. Burada yoxdur deyə onluğu, daha doğrusu yüzlüyü yoxdur deyə elə 12 olmuş olacaq. 5-in üzərinə 3 gəlsə eləyir 8. Bu xanada 8-dir. 9 üstə 3 eləyir 12. 2 yazırıq 1 yadda. 1 yadda. 1 üstə 3 eləyir 4. O da 1. Burada olacaq. Deməli burada 1 yadda qalacaq. Deməli burada 2 var. 2 üstə gəl 3 5. O da 1 6 eləmiş olacaq. Daha sonra neçənin üstünə 5 gəlsə 6. Deməli bu xanada 1 var. Daha sonra 8-in üstünə neçə gəlsək 10 eləyəcək. Yəni 0 yazırıq 1 yadda qalacaq. Deməli burada 2-dir. 0 yazırıq 1 yadda. 1 üstə 5 6, o da 1 7. Bu xanada da 7. Daha sonra bu xanada 0-dır. 0 üstə 5 5 eləyir. 6 üstə 6 12. 2 yazırıq 1 yadda. Deməli burada da 1-dir. 1 üstə 1 2, o da 1 3 eləmiş olacaq. İndi keçirik 6-cı tapşırığa. Cədvəldə A və B şirniyyat mağazalarında yanvar və fevral aylarında satılan tortların sayı verilib. Baxın, burada verilib. Cədvələ əsasən suallara cavab verin. Yaxşı. Yanvar ayında 2 mağazada cəmi neçə tort satılıb? Yanvar ayında deməli A mağazasında 551 tort satılıb. B mağazasında isə 354. Baxaq ümumilikdə nə qədər tort satılıb. 0-1 yadda. 8, o da 905 ədəd tort satılıb. 905. Daha sonra fevral ayında 2 mağazada cəmi neçə tort satılıb? Fevral ayında 2 mağazada. Yaxşı, 2 mağaza istəyirsə 392 üzərinə gələk 461. 461. Bu 3 eləyəcək, bu 5 eləyəcək, 1 yadda qalacaq. Bu da eləyəcək 800. 853. 853. Daha sonra C tapşırığında deyir A mağazasında 2 ayda cəmi neçə tort satılıb? A mağazasında 2 ayda, yəni bunları toplayacağıq. Yəni 551 üzərinə gələk 392-ni. Bu da eləyəcək 3, 4, 1 yadda 9. 943. 943 qarışmasın. B mağazasında 2 ayda cəmi neçə tort satılıb? Yəni bunları toplayacağıq. 354 üzərinə gələk 461. 461. 5, 1 yadda. Bu deyilir 8. 815. 815. 2 ay ərzində hansı mağazada daha çox tort satılıb? Deməli 2 ay ərzində, hər 2 ay ərzində hansında daha çox tort satılıb? Bunu da uşaqlar sizin öhdənizə buraxıram. Bir dənəsini özünüz hesablayıb yazarsınız. Daha sonra işıqforla küçə fənəri arasındakı, bax bu işıqfordur, bu da küçə, hanı? Küçə fənəridir. Arasındakı məsafə 271 metrdir. Küçə fənəri ilə ağac arasındakı məsafə bundan 72 metr çoxdur. İşıqforla
İşıqforla ağac arasındakı məsafə neçə metrdir? Yaxşı, baxaq. Deməli, 271 üzərinə gələk neçə? 72. Çoxdur axı deyil. Yaxşı, 72. 3, 4, 1 yadda 3. Deməli, buradan bura 343'dür. İndi bizdən ümumi məsafəni istəyir. Yəni, bu məsafəni istəyir. Bu məsafəni də tapmaq üçün 271'in üzərinə gələrik. 343'ü. Rəngi dəyişim. 343'ü. Bu deyiləcək 4, 1 yadda 6. Deməli, ümumi, bu səliqəli şəkildə yazım. Ümumi eləyəcək, neçə elədi? Yadımda deyil, burada yazarsınız. Uşaqlar, bugünlük bu qədər. Digər tapşırıqlarda da, digər video izahlarımdan danışarıq. Burada məsələ və misallar qalıb. Daha sonra yeni onluq və yüzlüyün yaranması mövzuları qalıb. Digər video izahlarımda da sizlərlə onları tanış eləyəcəm. Birlikdə oturub həll eləyərik. Videonu bəyəndinizsə dostlarınızla bölüşməyi, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Hələlik.